Salam, vaxtınız xeyir olsun, əziz futbol sevərlər. Həvəskar Futbol Liqasında günün növbəti qarşı durması Şəhid Murad Musayev komandası və Razin komandalarının qarşı vurmasını izləyirik. Hər iki komandaya da uğurlar arzulayırıq. Turun son qarşı durmasıdır. Artıq bundan sonra play-offlar və oyunlar davam edəcək. Hər iki komanda da artıq qrupdan çıxmağı garantiliyib, amma lider kimi play-offa birbaşa çıxmaq üçün mübarizə aparır. Razı komandası komandanın heyətləri ilə tanış edeyim. Şəhid Murad Musayev komandasının heyətləri belədir. Qapıcı Orxan, Ruslan, Elşad, Məhəmməd, Pərviz, Emil, Samir, Məcid, Ağarıza, Elvin və Ramil. Razin komandasının heyətləri belədir. Qapıda Səid, Kamran, Bayram, Rasim, İlkin, Royal və Rahib. Hər iki komanda yenidən uğurlar arzulayırıq. Bol qollu, haqq, ədalətli, gözəl bir maç diləyilə out yerinə yetirildi. Sol zinaqdaya Pərviz topladı, bitirməsini etdi. Orada Məcid var. Məcid bitirməsi Elşad. Elşad ayaq saxlayıb, dönür geriyə. Orxan, Pərviz axır komanda yoldaşlarını axtarır. Dönür geriyə, qapıcı dönmədi. Hələ də top Pərvizdədir. Pərviz yerdə qalır. Hakim davam deyir. Cəmə zərbəsi yerinə yetirildi. Royal ötürməsi istədiyi kimi edə bilmədi. Elşad. Elşadda sol cına ötürmə. Məcid topu yaxşı ram edir. Yanında Elvin oynayır. Elvin Rasim onu irələməsinə imkan vermədi. Kamranda qalıb top indi. Razı komandası yeni hücum axtarışındadır. Royal. Qapı qarşısına ötürmə top başla qarşılanır. Ötürmə qarşısı kəsilir. Elvin hücuma çıxardı. Komandasının ötürməsi qarşısı kəsilir. Royal sağ canaha paralel ötürmə. Bayram Kamran topladı. Çəkdi sağına, indirdi zərbəsini. Top dirəkdən qayıdır. Qüvvətli zərbə dirəkdən qayıtdı. Edvin topladı indi. Döndü geriyə, qapıları Səid oynayır. Ola çox yaxın oldu Razin komandası. Amma qapı tiri mane oldu Razin komandasının hesabı açmasına. Elşad. Elşadın zərbəsinə blok gəlir Rasimdən. Təkrar zərbə Elvindən. Qapısı Səiddə qalıb top. Yanında Bayram oynayır Səid. Sağdan paralel ötürmə, orada Royal var. Royal ötürməsi kesmədi Elşad. Ötürmə qarşısını kəsir Məcid. Məcid ayaq saxlayır. Bir ara ötürməsi düşünür, amma top Elşada çatmadı. Məcidin qapıya zərbəsi Səid iki həmlədə topa sahib olmağı bacarır. Royal yanında Rasim oynayır. Rasim ayaq saxlayır, dönür geriyə. Royal ən geriyə, qapıçıları Səidə dönürlər. Səid yenidən Royal oynayır. Sağ cahdadır Royal. Bir ağır ötürməsi kəsmədi. Pərviz imkan vermədi, bu ötürmə qarşısını kəsir. Məcidin topu rəqibini oxuyur. Məcid eləyir. Qapı qarşısında Elvin var. Ötürməsidir və Elvin hesab açır. Maçda hesab açılır. Gol müəllifi Elvindir. Komandasını hesabda irəli çıxarır. İlkin topladı indi. İlkin. Ötürməsi Royal istiqamətində, amma Royal istiqaməti hərəkətlənməmişdi. Altı yerinə yetirildi. Məhəmməd Məcid istiqamətində ötürmə və burada hakim davam deyir. Qayda pozuntusu yoxdur. Royal ara ötürməsi. Bayram geriyə ötürür. Qapı doğru zərbə. Qapı tiri xilas edir yenə Şəhid Murad Musayev komandasını qoldan. Pərviz diaqonal uzun ötürmə Məcid istiqamətinə, amma top Rasimdə qalır. Royal bir rəqibini keçir, ikinci rəqibini də keçməyə çalışdı, amma top itkisi baş verir. Qorsuz alınır bu cəhdi. Sol zantda Məhəmməd var. Məhəmməddən uzun ötürmə, top qapısı Səiddə qalır. İlkin topladı, sürətlə keçdi mərkəzi İlkin. Sağdan Rasim oynayır, Rasimin zərbəsi. Orxan və korner.
Burada qayda pozulub Rasimə qarşı. Razi komandası cərimə zərbəsini yerinə yetirəcək. Hakimin fikrini gözləyir. İlkin var topun arxasında. İlkin yaxınlaşır, ötürməsini edir. Saidin zərbəsi istədiyi kimi top ayağına oturmadı Saidin və top meydanı tərk edir. Altdan top oyuna daxil edildi, amma bu ötürmə ünvansız alınır. Yenidən top Razi komandasına keçir. Altdan Razi komandası top oyuna daxil etdi. İlkin Əra ötürməsi, Kamran var sağ zınaqda. Kamran qapı qarşısında ötürmə. Bayramda qaldı top, Bayram. O zərbə indirmə imkan vermədilər Bayrama. Pərviz bu ötürmənin qarşısını kəsir. Tək toxunuşlu ötürmələr. Məcid. Top ikisi gəlir. Sürətlə çıxır hücuma İlkin. Sağ zınaqda Kamranın zərbəsi Orxan. Bu zərbəni dəf etməyə bacarır. Kamranın bu zərbəsi toru yandan sirkələyir. Orxan ilə qapıdan zərbə ilə uzun ötürmə ilə topuna daxil etdi, amma top digər qapıcı, Razinin qapıcısı Səidə qədər gəlib satdı. Piloğu zərbə Orxan və out. Top yerinə yetirildi. Və sol zanatdan altı yerinə yetirir. Razi komandası qapıya vərbi olmuşdu. Orxanın təması var. Korner. Rasim indi korneri yerinə yetirəcək. Qapı qarşısına ötürmə. Yenidən bu dəfə out. Bayram çəkdi sağına. İmkan vermədilər ona zərbə endirmə. Dərhal qarşısı bağlandı. Bayramın Ağarıza top oyunu saxlamağa bacarır. Dönür geriyə. Təşərdən Ağarıza istiqamət ötürmə. Ağarıza top oyunda saxlamağı bacara bilmədi bu epizodda və qapıdan zərbə ilə top oyunu daxil etdi Razi komandası. Sürətlə hücuma çıxır indi. Ötürməsi qarşısı kəsilir. Ağarıza baxır qapıya. Kesə bilmədi burada. Bayramı topun realda qalır. Sağ cinahda Kamran var. Kamran çəkdi sağına, indirdi zərbəsini. Yenə toru yandan sirkələyir Kamran. Qüvvətli zərbələri var. Bir xeyli rəqibin qapıçısı yorub Kamran artıq. Amma elə ki Şəhid Muran Musayir komandasının qapısına yol tapıb bilmir Razi komandası. Rasim. Sağda Kamran var. Yenidən İlkin, Rasim, Kamran. Kamran özü zərbə mövqi axtarır. İndirir zərbəsidir Kamran. Bu dəfə direğin dibindən 6 fərqlə top meydanı tərk edir. Uzun oturma Elvin nəzarətsiz hücumda Elvin. Elvinin zərbəsi. Bu da ikinci gol. Elvin özünün və komandasının ikinci goluna imza atır. Fərq artıq 2 topdur. Elvin nəzarətsiz qalmışdı hücumda. Bu fürsəti də geri çevirmir Elvin. Üzbəüz qaldı və topu rəqibin qapısına göndərməyi bacardı. Qapı qarşısına oturma, amma orada heç bir komanda yoldaşı yox idi. Məhəmməd, qapısı Orxan oynayır, təkrarda Məhəmməd. İlkində qalıb top, İlkin indirir zərbəsini, blok gəldi Pərvizdən. Təkrardan İlkin topladı, İlkin. Geriyə ötürmə Rasim. O da ən geriyə qapıları Səidə dönür. Səid sol zınaqda oynayır. Qapıda o qüvvətli zərbə top çərçivədən yan keçir. Qapıdan zərbəyə top oyuna daxil edildi. Ağarıza. Ağarıza yaxşı keçdi rəqiblərini. Ağarıza və qalxdı Hakim davam deyir. Sol zınaqdan hücum qurur. Razi komandası tək toxunuşda oturmalar. Pərviz bu oturmanın qarşısını kəsir. Elvin. Elvin oturması eşya düşünmüşdü, amma top alta yollanır. Altda top oyuna daxil edildi. Rasim.
Tekrardan Rasim. Bu qarşıda düşündü ama tümə keçmədi Ağarza. Top ilkindən meydanı tərk edir və out. Out yeni yetirildi Ağarza. Döndü geriyə Orxan. Yanında Pərviz də oynayır. Təkdə xoşda ötürmələr Elşad. Ayaq saxlayır, geriyə dönür Pərviz. Məhəmmədi düşünmüşdü amma bu ötürmə keçmədi. Uğursuz alındı. Təkdə xoşda alı hücuma çıxması Şirazin komandası. Sağdan ötürmə Royal var orada. Parada ötürmə gəldi Royal. Devam ötürməsi. Zərbə gəlir Orxan. Zərbəni dəf edir. Və korner. Korner yeni yetirildi amma uğursuz alınır. Out. Time out. Time out'dan sonra yenidən görüşmək ümidi ilə. Out'dan sonra yenidən oyun hərəkətliliyi qazanır. Time out'dan sonra Elşad topladı. Uzun ötürmə gəlir Elvin istiqamətinə amma top Səidin nəzarətində meydanı tərk edir. İlkin döndü ən geriyə. Qapıçıları Səidə. Səid yanında Salihlə oynayır. Salih Royalı görür. Royal təkrardan Salih. Kamran. İlkində qalıb top indi. İlkin sol zatı irəliyir İlkin. Ayaq saxlayır. Dönür geriyə orada. Kamran var. Kamran. Yanında Royal oynuyor. Royal'ın diaqon oturması. Güdəli istiqamətinə. Əlli oyun var idi burada. Yox. Əlli oyun var idi bu epizodda. Salih'in zərbəsi topdan Elşaddan qayıdır. Royal qapı qarşı otura bilər. Qapı qarşı oturması. Top kornerə yollanır. Və vara müdaxilə olunacaq böyük ehtimalla. Məhəmmədin əlinə dəymişdim yoxsa? Yox. İndi vara baxılacaq. Vara müdaxilə olunacaq. Kim vara baxdı amma qərar dəyişmir. Təbii vəziyyəti deyir hakim və onun yenidən hərəkətliliyi qazanıb 2-0'lık üstünlüğü davam edir Şəhid Murad Musayev komandasının. İndi Razi komandası qollar lazım Razi komandasına. Bu qarşısına ötürmə. Pərviz bu ötürmənin qarşısını kəsir. Royal. Royal ayaq saxlayır. İndirir zərbəsini. Yenə Pərviz və qapıcı çıxır. Orxan topu alır. Uzun ötürmə Elvin istiqamətinə. Salih bu ötürmənin qarşısını kəsir. Topu komandasına qatandırır. Salih. Zəki soluna indirir zərbəsini. Yenə Pərviz. Bu zərbəni qarşısını kəsməyi bacarır. Təkdə xoşda ötürmələr Ağarza. Baxır qapı indirir zərbəsini amma bu zərbə çərçivədən yan keçir. Çox templi bir oyun izləyirik. Royal. Ağarza. Güləli topladı indi. Güləli sol canı eylədir. Güləli oradan qapı indirir topu. Uzaq küncdən düşünmüşdü. Yoxsa qapı qarşısına ötürməkdir mi bu? Amma ortası alınır. Uzun ötürmə gəlir. Elvin. Gözünü bədəni qoyaraq topu almağa çalışdı amma top özündə qalmadı. Kamran ayaq saxlayır. Kamran yanında İlkin oynayır. Sol canatada İlkin. İlkin qapıya zərbəsi. Zərbə qeyri-dəyə qalınır. Orxandan uzun ötürmə Ağarza istiqamətinə. Ağarza topu İlkin topu rəqibini almağı bacarır. Tək toxunuşda ötürmələr. Royal. Royal paraya ötürmə. Sol zaqda Kamran var. Kamran. Ötürməsi dəqiq alınmadı. Elvin. Ağarza sağ zaqda. Ağarzanın zərbəsi. Zərbədə çərçivəyə tuş gəlmədi. Salih topladı yanında. Royal oynuyor. Royal parada oturması o zaman da İlkin qapı qarşısına ötürmə düşündü amma bu ötürmə qarşısı kəsilir Məhəmməd tərəfindən. Royal sağcaqda Kamran var. Qapı qarşısına ötürmə. Ramil bu ötürmə kəsməyə imkan vermədi.
Royal. Baxır, Royal saxlayır. Sol cinahda Gülərini görür. Güləli yanında. İkin oynama düşünmüşdü, amma Elvin bu ötürməni qarşısını kəsir. Ağarza. Topunu saxlamağı bacarır. Ağarza qapı qarşısını ötürməsi edir, amma top qapısı Səyiddə qalır. Dərhal əksizmə tutmağa çalışır Razi komandası. İlkin. Solda Güləli var. Güləli istədiyi kimi ötürə bilmədi. Sürüşdü o epizodda. Orada Edvin, Məhəmməd. Məhəmməd ayaq saxlayır. İndirir zərbəsini. Top altıda fərqlə qapının yanından meydanı tərk edir. Açıq qapıdan zərbələ oyunu hərəkətli qazandırıb yenidən. Razi komandası Royal. Mərkəzdə Kamran var. Kamran. Ayaq saxlayır Kamran. Royal oynuyor yanında. Royal. İrəliməyə çalışır, amma Emil onun qarşısını kəsir. Emil. Emil ötürməsini etdi. Ağarza. Ağarza. Sağda Məhəmməd var. Yenə Ağarzanı düşünür, amma Royal bu ötürmənin qarşısını kəsir. Kamran indi əksüdürmə çıxa bilərmi? Razin komandası. Kamran rəqibinin üzərinə gedir. Solda Royal var. Qapı qarşısına ötürmə. Ramildən kritik müdaxilə və korner. Gülərinin fərqlənməyinə imkan vermədi. Ramil. Qapı qarşısına ötürmə. Təmas var Pərvizdən. Out. Salih. Royal. Qapı qarşısına ötürmə. Gülərliyinə zərbə indirməyinə mani oldular. Pərviz. Soldan ötürmə, orada Ağarza var. Ağarza. Ağarza top ondadır. Sağdan altırma edib qapı zərbəsini indirdi. Salihdən qayıdır top. Və out. Amma out. Başlarkən səhvə yol verdi Ağarza və Razi komandası outdan top oyuna daxil etdi. Rahib topladı. Rahibin eləməsinə imkan vermədi burada Ramil. Hərəkətli və yenidən bu dəfə Şəhid Murad Musayev komandası altdan top oyuna daxil etdi. Pərviz uzun ötürmə, Salih başla qarşılayır. Kamranda qalır top. Kamran çəkdi soluna indirdi zərbəsini. Ötürmə idi bu, amma top qalxdı Orxanda qalır. Orxandan uzun ötürmə Emil istiqamətinə. Emil. Top əldə Emildədir. Emil qapı qarşısına ötürmə. Tüm ünvansız dəqiq alınmır. Kamran. İlkin oynuyor. İlkindən qapı qarşısına ötürmə mi düşünəcək? Hələ top ilkindədir. Top itkisi gəlir. Məhəmməddə qalır top. Məhəmməd. Tək toxunuşlu ötürmələr. Yenidən Məhəmməd, Ağarza. Ağarzanın zərbəsi. Təmas da var idi burada. Korner. Ağarza özü korneri yerinə yetirir. Top Razi komandasına qalır. Güləli indi sol zantı özümə çıxır. Güləlinin qüvvətli zərbəsi. Top çərçivənin üzərindən meydanı tərk edir. Orxandan sol zantı ötürmə, əllə uzun ötürmə etdi qalkiper. Sol zantı aparı ötürmə, orada Ramil var. Ötürmə yaxşı alır, qapı qarşısına ötürmə. Salih bu ötürməyə qarşısını kəsir və top kornerə yollanır. Kornerdən indi top oyuna daxil ediləcək. Şəhid Murad Musayev komandası. Məhəmmədin zərbəsi. Emil toxunuş, son toxunuş Emildən idi. Amma Səyid qapısında diqqətlidir. Kamran. Kamranın qüvvətli zərbə Kamrandan top. Azca fərqlə dirəyin dibinə meydanı tərk edir. Hakim davam deyir. Emil tərəmiz nərbəsi gözləyir, amma hakim davam deyir. Sağa ötürmə. Sağ cinahda. Burada Ramil qaydanı pozub Kamrana qarşı. Əzərmə zərbəsi yerinə yetirildi. Kamran topladı ara ötürməsi Bayram.
Bayram ötürdü. Yerdə heç kəs yox idi dedim, amma təmas var idi orada. Out. Out yerinə yetirildi. Rahib. Rahib ayaq saxlayır. Mesela top yenidən Rahibdədir. Rahib çəkdi soluna. Sol canaməyə iletdi Rahib. Qapı qarşısına ötürmə düşündü Məhəmməd. Ötürmənin qarşısını kəsir. Yenidən korner. Uzun ötürmə gəlir. Qapısı Seyid. Baxın haradadır artıq Seyid. Və topu bitirir Seyid. Amma yenidən öz səhvini sığortalayır. Topu öz komandasına qazandırır. Kamran. Sağ zanaqdadır Kamran. Pezar və blok gəldi Pərvizdən. Uzun ötürmə düşündü Orxan, amma ötürmə ünvansız alınır. Altın artıq top oyuna daxil edib Razı komandası. Salih topladı. Mərkəzlər Kamranla oynayır. Kamrandan sol cana düşündü, amma Ağarza bu ötürmə qarşısını kəsir. Arzan qüvvətli zərbəsi və möhtəşəm gol! Ağarza uzaq məsafədən qüvvətli zərbə ilə topu tora qovuşdurur. Komandasının növbəti qoluna imza atır. 3-0 olur artıq hesab. Qapısının da təması var idi, amma o təmas kifayət etmir topun tora qovuşmasına. Qüvvətli zərbə gəldi, amma yenə blok Ramildən. Ağarza döndü geriyə, Pərviz. Pərviz ayaq saxladı, bir fake atdı. Mərkəzdə Məhəmmədlə oynayır, amma Məhəmməd bu komandasında saxlamağı bacarır Məhəmməd. Sağda Emil var idi, amma topu oyunu saxlayıb bilmədi. Salih dərhal 6-ya niyyətədə döndü qapısı Səyidə. Səyid İlkin. İlkin və Məhəmməd topu onu almağı bacarır təzyiqlə. Məhəmməd amma irəliyə bilmədi. Rahib sağda Gülərli var idi. Bayramda qaldı top indi. Bayramın zərbəsi top dirəkdən qaydı. Qapı qarşısına ötürmə. Sürətli bir oyun izləyirik. Bunu oyundu biz izləyirik. Məhəmməd. Qapı qarşısına ötürmə. Və bu da 4-cü gol. Ağarzadan arda qollar. Arda qollar izləyirik Ağarzadan və bu qolla da ilk hissə başa çatır. İlk hissə Şəhid Murad Musayev komandası 4-0 üstünlüylə başa çatdı. İkinci hissədə görüşmə ümidi ilə hələlik deyirəm. İkinci hissədən təşərdən hər birinizi xoş gördük futbol sevərlər. İlk hissə Şəhid Murad Musayev komandasının 4-0'lıq üstünlüyü ilə başa çatmışdı. İkinci hissədə baxağa görə bizi nələr gözləyir? Razı komandası comeback edə biləcəkmi yoxsa? Üstünlüyü Şəhid Murad Musayev komandası daha da artıracaqmı? Bunun bütün suallarımıza 25 dəqiqədən sonra cavab tapa biləcəyik. Ağarza indi gücdən zərbəni yerinə yetirdi. Elvinin qüvvətli zərbəsi, qapı tiri bu dəfə Razı komandasını qoldan xilas edir. Sağcan atımə Royal. Onu yenidən hərəkətli qazanıb. Royal topladı sağ cinahda. Royal irələməyə çalışır, amma Məzid onun qarşısını kəsir. Kamranın qüvvətli zərbəsi top Ramildən yenə. Out'a yollanır. İlkin. Korner oldu biz istəyirəm. Ötürmə top dirəkdən qayıdır. Yenə dirək. Yenə dirək bir yolla mani olur. Pərvizdən. Diaqon ötürmə sağ cinahda orada. Ağarza var. Ağarza yenidən geriyə Pərvizlə oynayır. Pərviz yanında komandaya ulaşır. Ramil'i görür. Ramil'dən uzun ötürmə Ağarza istiqamətinə. Məcid yenidən Ağarza. Ağarzanın qüvvətli zərbəsi top. Sərçivən üzərindən meydanı tərk edir. Qaptan zərbəyə dərhal top oyuna daxil etdi Səyid. Salih. Qapçıdan kobud səhv, amma Ağarza etdik etməyə yaxın idi. Amma zərbəsində 6 dəqiqlik çatmadı. İlkin Bayram oynayır.
Bayram qapı qarşısı oturma düşünmüşdü, amma qapısı imkan vermədi. Bayram, Kamran sağını çəkməyə çalışdı, amma Pərviz imkan vermədi onun irəlilənməsinə. Yenə Kamran topladı. Kamran zərbəsi yenə Pərviz. Qarşılayıq bu zərbəni də. Altı yeni yetirildi. Paraya ötürmə sağ cinahda Salih var. Real'ı görür. Real'ın zərbəsi yenə Pərvizdən qayıdır. Ağarza indi bir rəqibi ilə, amma topu itirir Ağarza. İlkin ötürmə ikinci sağ cinahda Salih var. Salih Real'ı görür sol cinahda. Real ayaq saxlayır. Qapı qarşı ötürmə düşünür. Yenə Pərviz. Müdafiədə bugün qusursuz oynayır Pərviz. Bütün topların qarşısını alıb. Kamran solda Real'la oynuyor. Real qapı qarşı ötürmə. Yenə Pərviz. Oturman qarşı kəsir və yenə də Pərviz imkan vermədi. Ağarza və hətrik gəldi Ağarzadan. 5-0. Hətrik etdi artıq Ağarza. Komandasının qol maşını 3-cü qoluna imza atdı. Özünün 3-cü, komandasının 5-ci qoluna. 5-0'da artıq hesab. Məciddə qaldı. Top indi ötürməsini etdi Ağarza. Riyar ötürməsi Elvin istiqaməti möhtəşəm alınır və Elvin də həttrikini etdi. 6-0. Elvin də komandanın 2 hücumçusu da artıq hətrik edib. Ağarzadan bu dəfə asist izlədik. Elvin də qapısı öz qalmışdı. Bu gözəl ara ötürməsini geri çevirmir Elvin və komandasının 6-cı qoluna, özünün də 3-cü qoluna imza atır. Salih çəkir soluna və Salihə qarşı qayda pozulub Pərviz tərəfindən. Topun arxasında Royal var. Haşimov səslənir. Royal ötürməsini etdi. Kamranın qüvvətli zərbəsi top çərçivənin üzərindən meydanı tərk edir. İndi qaptan zərbə ilə Şəhid Murad Musayev komandası topu oyuna daxil edəcək. Xandan uzun ötürmə. Sol cinahda zərbəsini də indirdi. Ağarza sol cinahdan qapısı bu dəfə bu zərbədə dəfələməyə bacarır Bayram. Bayram yanında Rahiblə oynayır. Rahib ayaq saxlayır. Solda Kamran var. Kamran məzə keçməyə çalışır. Kamran sağda Real'la oynayır. Real topu xeyli irəli bıraxır ayağından və topu uzaqlaşdırır Pərviz. Salih mərkəzdə Kamran var. Kamran ayaq saxlayır. Rahiblə oynayır. Rahib yaxşı keçdi rəqibini, ötürməsini etdi. Yenidən Rahib ayaq saxlayır. Sağla oynayır. Kamranın zərbəsi. Təmas var idi deyə səhv etmirəmsə, yox. Bəli, korner. Kamran, Salih, zərbəsi Salihin. Top müdafiəçilərdən qayıdır, amma topu hədə Razi komandasındadır. Pərviz oturmaya qarşısı kəsir. Out yeni yetirildi Royal. Solda Salih var. Salih görür Rahibi. Rahib çəkdi, sağından zərbə indirir. Ağarzadan da bloku təkrar zərbə və nəhayət ki, rəqibin qapısına yol tapa bilir. Razi komandası 6-1 edir hesabı. Royalın bu qoluyla fərq 5 topa inir. Mərkəzdən artıq oyun yenidən hərəkətsizliyi qazanıb. Uzun ötürmə. Rahibdən kolu səhv gəlir. Elvinin zərbəsi dirəkdən top meydanı tərk edir. Qüvvətli zərbə indirmişdi Elvin, amma dirək yenə mane olur bu zərbənin tora qovuşmasına.
Salih özü irəliyir. Solda Kamran var. Qapı qarşısına ötürmə Pərviz. Ötürmə qarşısını kəsir. Müdafiədə bugün çox inanmlı təsir bağışlayır Pərviz. Məcid Ağarza istiqamətdən ötürmə Ağarza. Yaxşı dönür Ağarza. Keçir rəqibini. Özü qapısı zərbəsini indirir. Top dirəyin dibindən meydanı tərk edir. Ağarza bugün xeyli yorub artıq rəqibin müdafiəçilərini. Ağarza bu dəfə də ötürmə etdi Elvinə. Elvin. Rəqibin üzərinə gedir Elvin. Elvin zərbəsini indirir. Qalkiper İkəmmədə Səid topa sahib olur. Salih Royal oynuyor. Royal sağ tarafta Bayram var. Bayram zərbəsini indirdi amma top çərçivəyə tuş gəlmədi. Növbəti qola yaxın idi Razin komandası. Elvin yenə irəlidə nəzarətsizdir. Bu dəfə Rahib topu alır ondan. Salih yanında Royal oynuyor. Royal İrəli Royal çəkir sola indirdi zərbəsini Qalkiper. Orxan bu topu dəf edir. 6-7 yetirildi dərhal. Kamran. Tək toxunuşda ötürmələr. Amma top meydanı tərk edir. Qaptan zərbələr dərhal topu oyuna daxil etdi. Orxan. Və out. 6-7 yetirildi İlkin. Yox Kamrandır burada və şovuda oyun var. Və sarı vərəqə ilə cəzalanır Kamran bu fauluna görə. Emil ötürmə gəlmişdi amma Kamran ona topu alır Emildən. Kiməsil etdi Royala. Royal irəliyir. Royal sağ zaqda. Qapıya zərbə gəlib Bayramdan amma Çoru bu dəfə yanından silkəliyir. Royal Elvi istiqamətini ötürmə və ötürmə yüksəkdən alınır. Topu ram etmək mümkün olmadı Elvin üçün. Rahib sol zanaqda. Rahib yanında Salih oynuyor. Salih sağ zana ötürmə. Bayram ayaq saxlayır. Dönür geriyə yenə. Salih var orada. Kamran dönür ən geriyə qapıları Səidə. Səiddən Kamran tək toxunuşda ötürmələr. Elşad bu ötürmə qarşısını kəsir. Topu hələ də Elşaddadır. Elşadda qaldı top. Elşad irəliməyə çalışdı. Mümkün olmadı və Elşad qaydanı pozdu burada Bayrama qarşı. Və hakim də sarı vərəqə ilə cəzalandırır Elşadı. İndi təhlükəli nöqtədən cərimə zərbəsi yerinə yetirildi top. Amma hakim yenidən yerinə yetirilməlidir deyir. Fitmi gözlüyün deyir. Royal var topun gerisində. Hakimin fikrini gözləyir Royal. Və birbaşa qapıya zərbə gəldi Royaldan. Və ikinci gol gəldi Razin komandasının 6-2. Özünün və komandasının ikinci qoluna imza atdı. Gözlənilməyən bir vaxtda birbaşa qapıya düşündü. Orxan da gözləmirdi bu zərbəni və nəticə etibarilə Razin komandasının ikinci qolu gəldi. Sağdan ötürmə. Bu qarşısına ötürmə. Qapısı Səidə təması var idi və korner. Küçdən zərbəni yeni yetirdi Şalama. Top meydanı tərk etdi. 6 yeni yetirildi Salih. Solda Rahib var. Rahib topladı. Yanında Kamran oynuyor. Kamran mərkəzdədir. Sol cana ötürməsini etdi. Bayram qapı qarşı ötürmə. Növbəti qola çox yaxınlaşdı. Razin komandası olmayan Royal topu qapıdan kəsilə bilmədi. Artıq var gücü də yerə atılıb Razin komandası itirəcək işlə yoxdur. Razinin bu zərbə son anda qapçı ayağı ilə bu topu dəf eləməyi bacarır. Kamran irələməsinə imkan vermədilər. Altı yollarını top. Təzyiq var Razin komandasında. Comeback çətin olsa da mümkünsüz deyil. 6-2-dən 6-0-dan 6-2 ediblər.
Qapı qarşı ötürmə və bu da növbəti gol. Növbəti gol. Bayram 6-3. Comeback mi gəlir yoxsa? Arxa-arxaya qollar izləyirik, arda-arda. Qollar gəldi Razin komandasından. Salih ötürməsi. Kamran. Kamran ayaq saxlayır. Sağ can ötürməsi edir. Rahib var orada. Rahib ayaq saxlayır. İrəliyir, özü irəliyir. Sağ can ötürməsi. Royal. Real'ın ötürməsi imkan vermədi. Məhəmməd bu ötürmən qarşısı kəsir amma top əldə. Razin komandasındadır. Rahib ötürməsini etdi. Kamranın zərbəsi. Pərviz. Bu zərbəyə blok qoyur. Alsiyenə yesirildi. Royal. Yanında Bayram var. Bayramın zərbəsi. Altta fərqlə top meydana tərk edir. Biz gol qaçırmışıq, yəni gol çəkdim amma o topun qapıdan keçdiyini görməmişdim. 6-4 olub hesab. 6-4 olub hesab. O topu mən meydandan tərk etdiyini düşünmüşdüm amma yox. Düzgün görməmişim, top tola qovuşub orada. 6-4 və etirazlar var. Şəhid Müramcıyev komandasında vara müdaxilə olmalıdır. Qoldan öncə cərimə zərbəsi olduğunu deyirlər amma hakim oralı deyil. Vara baxmayacaq, belə görünür. Amma hələ də etirazlar davam edir. Altı 4 üstünü devam edir Şəhid Müramcıyev komandasının ama 6-0'dan 6-4 etməyi bacarıb Razin komandası. Təsdiqi var Razin komandasının. Və Samir də qırmızı vərəqə aldı. Şəhid Müramcıyev komandasında. İndi var güzel hücuma atılıblar və bu da 5-ci gol. 6-5. Gülərli fərqlənir. Nə baş verdi? Nə baş verir? Vara baxılacaq amma top yəqin hakim görməyib, top içərdən qayıtmışdı, bəli. Yenidən vara bax. Hakimin gözündən qaçmışdı və 6-5 fərq artıq bir topdur. Nə maç izləyirik amma. Buna oyunda izləyirik. 6-0'dan 6-5 edib Razin komandası. İndi Elvin topladı. Elvin irəliyir. Qapı qüvvətli zərbəsi. Səid ikəmədən topa sahib olur. Səid yanında. Gülərliyini oynuyor. Kamran. Hücuma çıxardı komandasında. Kamran rəqibin üzərə gedir. Kamranın zərbəsi. Alt fərqlə. Top çərçivənin üzərindən meydana tərk edir. Bərabərlik qoluna çox yaxınlaşdı Razin komandası. Qapçı Səid çıxır. Real. Top Elşadda qalır. Elşadın qapı zərbəsi. Qapı tiri bu dəfə Razin komandasını qoldan xilas edir. Elşad topladı. Elşad ötürməsi zərbə gəlir amma top qapıya daxil olmadı. İndi Razin komandası sürətli hücuma çıxmağa çalışır. Ötürməsi Məhəmməd kəsdi bu ötürmənin qarşısına. Bayram təzyiq göstərir ona Məhəmməd. Ötürməsi kesmədi. Out. Şəhid Murad Musayev komandası outdan topu oyuna daxil edəcək. Sırma gəldi. Elşadda qalır top. Out. Out yeni yetirdi. Ağarca topladı. Ağarca. Topu da Ağarca'da da yanında Məhəmməd oynayır. Evet, Elvin istiqamətdə ötürmə. Elvin tək toxunuşla. Elşad düşünmüşdü amma Salihdə qalır top. Ötürməsi Royal. Royal təkrardan Gülərliyini düşünür.
Keçmədi bu oturma qarşısı kəsilir. Royal. Topu əldə Royaldadır. Royal komanda yoldaşlarını axtarır. Ötürməsi Pərviz. Kəsir bu oturma qarşısını və qayda pozuntusu var Güləlidən. Cərimə zərbəsini yerinə yetirəcək indi Şəhid Murad Musayev komandası. Artıq oyunun son dəqiqələrinə daxil olmuşuq. Fərq bir topdur. Out. Onun yenidən hərəkətli qazandı outdan. Uzun ötürmə. Bayram istiqamətinə. Bayram topa toxunur amma top azca fərqlə dirəyin üstündən meydana tərk edir. Bu zərbə Barcelona'nın PSG-yə son saniyə qolunu xatırlatdı. Roberto'nun son toxunuşunu xatırlatdı bizə amma bu top qapıdan keçmədi. Sağcan ötürmə amma orada komanda yoldaşı yox idi. Out. Pərviz indi out'u yeni yetirir. Diaqon oturma uzun Ağarıza istiqamətinə. Ağarıza topladı. Ağarıza ötürməsi keçmədi. Kamran'da qaldı top. Kamran. Qapıya zərbəsi təmasla var idi burada. Korner. Bayram indi korneri yeni yetirəcək. Yanında Royal oynayır və hərəkətli başladıq üçün qaptan zərbə ilə. Top oyuna daxil edir Şəhid Murad Musayev komandası. Uzun ötürmə gəlir Ağarıza istiqamətinə. Ağarıza. Qapıya doğru qüvvətli zərbə amma top çərçivədən yan keçir. Sağda Royal var. Royal ilerləyir. Royal. Elifin onun qarşısını kəsir. Royal topu özü saxlamağı bacarır. Royal. Zərbə gələcəkmi? Blok gəlir bu zərbəyə. Seyid. Yanında Salihlə oynayır sol tarafta. Sağdan ötürmə Güləli. Royal. Qapı qarşısına ötürmə. Pərviz bu ötürmənin qarşısını kəsir. Elifin topu uzaqlaşdırır. Burada qayda pozuntusu Salih tərəfindən. Hakim Fiti səsləndi və cərimə zərbəsi təyin oldu. Elfin zərbəsini indirdi amma top fərqi şəkildə meydanı tərk edir. İndi qaptan altdan top oyuna daxil etdi. Razin komandası son dəqiqələrdir, son 3 dəqiqə, son 3-4 dəqiqə var maçın bitiminə. Bir toplu üstünlüyü var Şəhid Murad Musayev komandasının. Türməsi qapıya doğru zərbə və 7-5. Razin komandasının ümidlərini puç edir. Ağarıza. Mərkəzdən yenidən oyun hərəkətli qazanır. Rahib, top Rahibdədir. Rahibin ötürməsi Kamran. Kamran üzünü dönür qapı indirir zərbəsini və 7-6 oy. Nə maç izləyirik. Ümidlər puç oldu dediyim anda yenidən dərhal cavab qolu gəldi. Və yenə də bir topdu fərq. Razin komandası mənim də dediyimi alt-üst etdi. Ümidlər puç olmuyor Razin komandasında. Qapıda Salih'i görürük. Salih sağdan ötürməsini etdi. Güləli var orada. Güləli ötürməsini etdi. Royal qapı qarşısına ötürmə. Müdafiəçilərdən qaydır. Güləli təkrar zərbə gəlir. Golkiper və korner. Korner yerinə yetirilir. Yeni yetirildi korner. Royal. Topu ram edir Royal. Eləməyə çalışdı. Bu mümkün olmadı. Və yenidən korner. Korner yerinə yetirildi. Rahibin zərbəsinə blok gəlir. Təkrar zərbə. Bu dəfə də Məhəmməd topu kornerə göndərir. Korner yerinə yetirildi. Hərəkətli yerinə yetirildi və qapıdan zərbə olacaq. Orxan dərhal top oyuna daxil etdi. Qapısı üstü zərbə gəlir. Salih təkrar zərbə və 8-6. Yenə də ümidlərini puç etdi deyə bilərik bu dəfə artıq. Ağarıza Razin komandasının Güləli topladı. Ötürməsi keçmədi. Güləli
və out. Pərviz topu out'a yollayır, out'dan da boyun daxil edəcək. Razin komandası. Qapı qarşısına ötürmə. Golkiper topu qarşılayır, uzaqlaşdırır. Kamran topladı, Kamran. Kamran çəkdi soluna, Kamran sağına çəkdi bu dəfə. Gülənin zərbəsinə blok gəlib Pərvizdən out. Qapı doğru zərbə, azla fərqlə top çərçivənin yanından meydanı tərk edir. Məhəmməd topladı. Ötürməsini etdi Elşad. Öndü qapçısı Orxan, Orxandan uzun ötürmə. Elvin istiqamətinə, Elvinə qalır top, Elvin, ona zərbə indirməyə imkan vermədilər. Üçüncüdən zərbə olacaq. Top oyunu daxil ediləyə Ağarza bir keçdi rəqiblərini, zərbə də gəlir. Salih bu zərbəni dəf edir və korner. Elşad Gücən zərbəni yeni yetirildi, hərəkətli yerinə yetirildi və qapdan zərbə olacaq. Dərhal Salih top oyunu daxil etdi, İlkin komandasını hücuma çıxarır. Sağ cinahda Kamran var. Kamran ən dibdə, Güləli var. Gülənin qapı qarşısına ötürməsi. Alta yollanan top sonra Güləliyə təmas etdi. Şəhid Müsəv komandası altdan top oyuna daxil edəcək. Ağarza topladı, Ağarza sol zoxda irəliyir. Amma topu oyunu saxlayıb bilmirlər və qapdan zərbə olacaq. Qapdan zərbə ilə oynadı. Salih qapdan zərbə top oyuna daxil etdi bu dəfə. Güləli topladı, sağda. Qapıya qüvvətli zərbə, qapçı və korner son anda. Barmaqlarının ucu ilə qapçı topu kornerə göndərir. Real korner yeni yetirir. Kamranın zərbəsi, yenə Orxan. Orxandan möhtəşəm seyvlər arxa-arxaya. Kamran, ötürməsi Güləli, yenə Kamran amma. Topu Ramen bilmədi istər kimi. Elşad sürətli irəli, sol tərəfdən Elşad. Eləməyə çalışır amma Güləli topu alır ondan. Güləli, keçdi rəqibini Güləli, baxdı qapıya indirdi zərbəsini Orxan. Yenə də dəf edir bu zərbəni. Bu dəqiqələrdə keçilməz Orxan. Qapı qarşısına ötürmə İlkin topu. İndirdi amma və maçın final fiti səslənir, maç başa çatır. Şəhid Murad Musayev komandası 8-6 üstünlüklə qələbə qazandı Razi komandası üzərində. İki komandaya da növbəti turda oyunlarda uğurlar arzulayırıq. Biz də röportajımızı burada yekunlaşdırırıq. Növbəti oyunlarda, növbəti maçlarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.